Sleepy uşaq bezləri, Olivia zeytun yağının harika içkisinin baş sponsorluğu, Patron tumlarının xüsusi sponsorluğu ilə Eltilər serialı başladı. Əziz izləyicilərim, 2 gündür mesajların ardarası kəsilmir. Məndən soruşursunuz ki, niyə canlıya girmirəm? Məncə artıq sözə ehtiyac yoxdur. Bircə onu deyə bilərəm ki, xoşbəxt ailə olmaq çox çətindir. Saat 10'da təzən canlıya girəcəm. Neçə nəfər baxırdı? Əmin bir 300-500 vardı. Az eləmişəm də. Az eləmişəm. Hə mama, hə. Yatır ha. Neynəsin də gecəni də işləyir. Hara gedirsən? Telefonla danışsan dedim birdən xoruldayaram, mane olaram da çıxım dəhlizdə yatırım. Narahat olma Ozan, hə mama. Hə, yaş danışarıq da. Vaqifə də deyərəm, narahat olma. Sağ ol, sağ ol. Anamız idi. Nə deyərsən Vaqifə? Deyir ki, Vaqifədən onu çox istəyir, hə? Sanki. Allah patkayla burada etsin. İmkan vermir, 2 gün niye yedim. Perdan atılıyor, uşaqda ama neyin ya? Hadi ya. Ata, sinif yoldaşlarımın hamısı idmana gedir. Mən də qoy da idmana. Bunlar məktəbində idman dərsi keçmirlər. Yoxsa dərsdən qaçsasa, hara baxsan ay xatun? Ay Arif, hara qaçır, heç yana qaçmır uşaq. Amma düz deyir də Arif, kurslar görmüşəm, güləş. Ayda cəmi 100 manat. Ki yazdıram uşağı güləşə. Hadi 100 manat verəcəm, güləşə gidəcəm. Hədə. Qadınam 100 manat bu cibimə götürüb bu cibimə qoyaram, karla özüm güləşərim. Zəhər oldu səhər yeməyi. Axırın səhər yeməyi uşaqlar nə yeyirəm, qutardı. Böyüyən problem olur. Bu evdə böyüyən problem olur. Papanın aldığı bu pendirdən, kalpasından yedə qızım. Hər şeyi də yok. Ya. Ay mənim gözəlim. Bax belə mənim badam gözlüm, alma yanağlım, püstə dodağlım, badam Murat kimi şirin danışığı olan Səkinəm. Əlbəttə, sən Novruz bayramı üçün xonça bəzəmirsən təsadüfən. Ağayla, yüməlisən də yüməli. Elə sən də Cemli bulkasan. Cemli bulka? Oh, ağzımı çaktı. Sən laf yadıma düşür. Gel gidelim oturalım Cemli bulkayı ye, oturarsan bir tane. Sen gel. Yox. Hələ üzük taxmamısan. Bəli, bəli. Sənə bir söz də deyim. Bugün mənim qardaşım gəlir. Sən məni ondan istəyə bilərsən. Qorxmursan. Düzündür. Düzündür. Yaxşı, kusa neyse ki, ne de korkacağım ha. Kardeşin değil, olsun da kardeşim. Ha. Benim
danışığımda, o sözlərimdə qorxu sözü yoxdur. Onu götür, at bir qırağa. Həm də mənim o sevgimin qarşısında, vəhşi sevgimin qarşısında sənin qardaşın nə elə bilər? Çıxıb qarşısına deyəcəm ki, bir dəqiqə saxla. Səkinəni sevirəm, belə gəlmişəm şəxsən səndən. Adı neydi onun? Firuddin. Kəllə Firuddin. Sən ekvatoru fırlanıb gəlirdin? Neydi adı? Xrustalini kəllə Fedyada deyirlər. Əmi, atam dedi ki, hələ tort da alacaq. Ha sen canım bunda biraz hası var ha. Gedir gel çok hazır beni. Uşaqdır da Arif. Evet kısmet seher yemeği alıp da gedir geldin. Qurban olsa uşaqdır da bilmədi. Əmisi bilmədi də, bilmədi əmisi. Bilmədi. Çana idmançı olmazsın sen. Dur Güleşe. Kaldırıp bunu sırtlaşamın diyerek. Arif sakit uşaq, Arif sən neyirsən ha? Aa. Ata, bizim saçımız eyni deyil axı. Onu yerlerinde ki ben sokuya çoğal bir Güleşe'den ben de isterim Güleşe'm daha. Yaxşı, qurban olsa. Arif, 100 manat Güleşe'ne pul vermeliyim. Ay çarıya koydan alın. düz deyirsən. Başıma dönürəm. Yerdən çıxmır ki 100 manat. Atam mindən əziyyətlə qazanır atam o pulu. 100 manat, 1 manat, 2 manat. Tamam ne yaşımdan vakfın çöreğini yiyirəm. Qurban olsan Arif, 40 manat. Evin yanında bir dənə də kurs var, karate. Ayda cəmi 40 manat. Yazdıraq uşaq karate. Qoy geçsin təbiyatsın. Öyrənsin O də. mənim oğlumdursa, o karateye gedən kimi, təpi atmağı öyrənən kimi ilk işi çörəyə təpi atmaq olacaq. Tutardı qırmat yerdə tapırıq. Arif dəhşətsən. Uşaqlar yanına deyirəm danışmayın. Bəs neynəsin uşaq hə? Oğlan uşaqdır, idmana getməlidir. Arif, bəs neynəsin idmana getməsin? Gəl gül yığsın, gül toplasın. Gül toplasın da. Qazan xanın oğlu Qantolada nə əsikdir? Yoxsun, gül toplasın, nə onun kəliyodu, bəhliyodu yoxsun. Aparat satan yolun qıradı 5 manat pul eləyək də. Başqa dörmülər rasxud olsun. Doydun atan qazancını yeməkdən qızım. Arif, uşaqla bəsdir işte. Durun baba, Zəhər durun olmaz. gedin, durun gedin oynayın. Geçen gedin yiyin. Yedinizdə də. Oynayın. Ne deyirəm bir bahane. Ay xatun, sən nə durduq yerdə evdə yenə problem? Mən nə... Nə ətiri vurmuşsan? Bu nə ətirdir səndən gəl? Bir yaxın gəl görüm, bu nə ətirdir? Mənə? Hətir deyir. Gün ortaya pamida badımcan dolması pişirmişəm. Onun iyiydi hopub canıma. Badımcan dolması mı istiyor? Deyir, domates, biber, patlıcan. Hop, dursan! Ay, yaxşı, bu da himabətdə. İndi bir qismət nasıl görmeli? O qədər xoşbəxtəm sən, o qədər xoşbəxtəm. Doymuram da, incəliyinə doymuram. Bu gün gözlərinə baxmamışam, baxım o gözlərinə. Xahiş edirəm, bir dənə baxım da. Ne yazıyorsun? Ye, bunu da ye. Kim axtarır elə? Başım işte. Hə qadam, Ugandadasız. Gəl tır şoferlə danışıram bu vaxtı. Yox, sən oradan keçir, oturun gəlin də maşına qəşətləyin, gülün kef eləyin, gəlin. Ay, Ha, dolamısan hemen. gözlə sakit, qardaşım zəng gelib. Hə Vaqif. Ay mənəm də. Sən nə olub, niyə doluyuram ki? O nədir bax, o nədir? Qazım çox yerdə qalmışsın. Bu tərəfinə qoyanda xaricilə danışıram. Bu tərəfinə qoyanda ölkə daxili danışıqlar. Da qadın Mənə nağıl danışmısan. çox texnologiyadan çox geri qalıbsan, qadan alıbsan. Problem məndə görürsən. Salam. Qodon alım əlinə qurban olum ay Yusif. Hərin qadasına. Yusif, Firabacın gözünü sən vurub görmüsən? Ya bu nə dəxilsiz sualdır. Sən bilsən kimlə söhbət edir? Ya Yusifəm mən. Təbii ki mən eləmişəm.
Gözüm üstündə də. Növbəti sən ola bilərsən. Tanrım, nə tər ürəklə vurursa bütün korpus qaçır ha. Bir an belə Bravo, kəsin bravo. Hadi. Araya söz katmayın. Tır ne oldu? Bizim evi açan alırsan. Ne de kışkırsın hanım fitnedir gelsen üstüme. Boşun bir kardeşinle bir ibret götür. Gördün ne tür hayat yoldaşın yerinde oturtturur. Ha bir ibret götürdün ha. Ha. Biraz da yumuşak olma. Bizim evi açan alırsan ha. Mənə qarşı yox, məni gördü şirə dönür bu. Ha bu tonla gir xanımla danış. Evdə düzələcək, hər şeydə düzələcək. Ürəyim düşdü ya. Mən də korpus qaçdı ya. Ev yox, düzələcəm. Get xanımla bu tonda danış. Düz deyirsən. Hanım. Axı sen kimsən mənim işimə qarışırsan? Vakifə dəsən çox qaz verdim ha, yaman əsəbi girdi. O nə də elə bil divara palçıq vurdular. Mama. Can, anasına bax ha bana. Belə olmalıydı da, Vakifin baş gedini bilmirdin. Sağ ol Vakif, sənə fəxr elədim. Halal olsun sana Vakif. İnan gözlerim doldu, senden bunu gözlemirdim. Halal ahır ki Vakif. O şkafın başında sakladığın üstünü toz basmış hatıralarla dolu məhdiyi kiriyi istifade elədin. Təhlif edən bu günü tarixə qızıl hərflərlə yazaq Vakifin kiri məhdi günü. Hər il ölkədə bayram səviyyəsində qeyd edək, qeyri-iş gün olsun. Mən də fəxr eləyirəm ki, Vakif üçün mənim böyüyüm var, əncəm var, mənim arxa dayağım var. Aya, nağıl danışmayı, ev məsələsini həll elə. Bir gözlə maksimum 2-3 gün yola verə bilərəm. O divara palçıq kimi yapışan sən imişsən. Həm ənkəmə baxdan, ənkəmə baxdan mənim. Baxım. Lobuna qoy va, lobuna. Öldürmüş ya. Mən bunun üzünə baxa bilmirəm. Ay bala, biz bunun valideynlərinə nə cavab verəcəyik, hə? Yusuf belə qudurub, Yusuf belə böyüyüb ki, sənə əl qaldırıb, səni turp bilir, yerdən çıxan bilir, səni adamsız görüb sənə yumruq vurur. Fira, bir dənə hədinə bacı, bir dənə hədinə o çömçəylə ki, qazandan küftəni götürəm ha. Yusuf da yerinin içinə bax, belə götürüb. Hədinə mənə. Lazım deyil. Yusuf bilir nə etmək lazım. Deyir lazım deyil. Sən mənə bir dənə həddə onun bütün üzünü göyərdim, sonra həmən bu pudra ilə də pudralayıb, heç kəs onu tanımasın. Səndə nələr var imiş ay xanım? Başa düşməm, Yusuf kişidir, pudra nədir? Onun xarakteri belə şeylər qəbul eləmir. Pudra, yox, lazım deyil, heç nə eləmir. Deməli, bunun özünün səhvi var. Soruş da neyniyib? Hə? Deyirəm, soruş neyniyib? Fira, bacı sənə qurban olsun. Fira, biz yad deyilik. Biz bacıyıq. Nə olubsa danış. Biz sənə həmişə başa düşəcəyik, Fira. De görüm neynəm səndə? Bir dəqiqəyə. Başa düşmürsünüz, mən ailə məsələlərimi danışmağı xoşlamıram. Mən çəkin də. Oldu da. Xoşlamırsan. Əgər bütün həyatını çəkirsən, paylaşırsan, bütün günə aykalar, zaykalar evimin söhbətlərindədir. Bir üzün bilərsən, mənim nəyimə lazım? Ay canım çıxdı, ay gəlinə. Bu yenə gəldik. Çəkil, Zayka. Az bu çəkilə bəyədə, söndür bunu da, yavrum sənə bizi. Az tez olun özünüzü yetirin, az tez olun biraz için terbiyelerinde kaldınız. O sizin başınıza dur. Az görmüşsünüz ölürüm. Ay qolum, ay. Gözün altına geçen yolu var. Sənin üçün olsun bir vari nənə. Ay ölürüm. Ay ölürüm. Az. Sen gene bana ne dedin? Az. Nene belə sənin bebin. Hə. Nene belə sənin xalandır. Mirvari bibi, bax, mənə qulaq as. Bax, səni çox istəyən kimi deyirəm, hamıdan çox səni istəyirəm. Ölməyə sənə başqa alternativ yollar deyə bilərəm. Ay, düz deyil. Bax, məsəl üçün, öz evin, öz ocağın, öz gəlinlərimin qucağı. Göd orada. Az məni o ifritələrə calama. Mənim o gəlinlərə veriləsi mirasım yoxdur. Ay, ama sən nə mirasın var, bəsdir də. Nəyim yoxdur ki, mənim rəhmətli
ərimdən düz 3 yerdə 10 sot torpağım qalıbdı. Nə danışırsan? Hə, Təzə çıxdı. Harda? biri 10 sot Mərdəkanda. Ay. Düz dənizindən tuşba-tuş. O məndə. Bəli, o sənin. Hə, biri. Hə. Qəbələdə düz dağın başında. Ay mama. Başında yox, döşündə. O da olar. O da təzə gəlinin. Mirvari hala sənə qurban olum. Anamsan, anam. Sənin Başına dönüm. Hə, üçüncü hardadır? Maraqlıdır mənə. Deməli, bu üçüncüsü belə qeyri-adi bir yerdir. Ay mama. Ay mama. Fıskırıq bir yer. Mirvari hala, çaşdı be. Ay mama, o fıskırıq yer haradır ki? Yandır bunları. Siz nətər adamsınız? Az bir qanacağınız mərifətiniz yoxdur sizin. Görürsünüz ki, usta mən dayana bilmirəm. Bir məni keçirdin içəri. Mən gedim orada rahat vəsiyyət Gəl, belimdə aparacaqsan. Çəkil, anamı özüm. Vaqif, bax gör düz almışam. Bu da Sleepy natural uşaq bezi. Düz almısan. Bazarda bunun saxtaları var deyənə dediyim görünüşdə olandan almısan. Halaldır. Ay Vaqif, sən də eyni yolu gəlirsən, niyə mən aldırırsan? Ay Yusuf, istəyirəm biləsən ki, Sleepy natural, Sleepy bio natural, Sleepy ekolojik uşaq bezlərinin elə özəl formulu var ki, körpələrdə bişməcə, səpki, allergiya olmur. Bu bezlərin istehsalında saf su, bambuq, orqanik pambıq liflər və badam yağlarından istifadə olunur. İndidən məlumatın olsun ki, uşaq olanda biləsən hansı bezdən almaq lazımdır. Yaxşı Vaqif, onda mənim də uşağım olanda bir əmi kimi Sleepy bezlərini sənə aldıracam. Yaxşı. Ay, qoyardım mən də sənə kömək eləyərdim. Heç olmasa Olivia zeytun yağını yeməyə mən əlavə eləyərdim, yeməkdə payım olardı. Fira, narahat olma, gələn dəfə bişirərsən. Amma indidən yadında saxla. Olivia zeytun yağı təkcə salatlarda yox, kartof qızartmasından balığa, tərəvəz qızartmasından ətə qədər bir çox yeməklərdə istifadə oluna bilər. Bilirəm, Olivia zeytun yağı yeməklərə həm ləzzət, həm də sağlamlıq qatır. Bişirəndə də fərqini görəcəksən. Olivia zeytun yağı yanmır, bişəndə də tüstüsü çıxmır. Ay Yusuf, nə gözəl süfrə açmısan mənim üçün. Çox bəyəndim, çox xoşuma gəldi. Mənə sən bəyənməyə lazım deyil, mənə Firanı bəyənməyə lazımdır. Məndən küsüb onun üçün belə sürpriz hazırlamışam ki, barışaq. Fira ilə barışmaq istəyirsən? Bir dəqiqə gözlə. Necədir? Fira harikasız stolu bəyənməz. Çeşidlərinə versən Firaya, bax, mango, ananas, qarağat, üzüm, qarpız, çiyələk. İçir, ağzı dada gəlir, ürəyi yumuşalır. Necə fikirdir? Çox harika fikirdir, Arif. Firanın başını bıraq, bir dənə özümüz yiyəcək, sonra Firanı dəvət eləyərik. Ey, sevgi, məhəbbət. Ay elədir, mən də sərdən səni gözləyirəm ki, gəl mənə xoş sözlər deyəsən bəs. Gəl çıx da, bu boyda patron tumlarını qabağıma niyə düzmüşəm? Patron tumlarının ağ-qarasından, duzlusundan, datlısından, yer fıstığından yiyirsən, adamın ağzından dür tökülür. Bir dənə bundan çıt da. Ey özündən bixəbər patrondur bu. Çıt da bax gör nətər patrondur bu. Doğrudan möhtəşəmdir bu. Xatun, bu evin dizaynını kim verib? Hər şey çox rəngbərəng, çox gözəldir. Gözəl olacaq da, sağ olsun Suzani Baku Tekstil. Bax, bizim evdə gördüyün pərdələr, süfrələr, balış üzləri, döşək üzləri hamısı Suzani'dəndir. Suzani də müxtəlif zövqə uyğun, müxtəlif çeşiddə, müxtəlif rənglərdə, gözə gəlimli nə istəsən hər şey tapa bilərsən. Mən də bugündən bütün tekstillə bağlı sifarişlərimi ancaq Suzani'dən verəcəm. Necə deyirlər, gəlin ocağa çəkər. Bərəkallah, gəlin. Eltilər serialı reklamlardan sonra davam eder. Deyirəm bəlkə danışım,
Terminator 8-də Schwarzeneggerin yerinə səni çəksinlər. Dolamısan məni. Mənim haram Schwarzenegger oxşuyur. Bir ürəyimin açıqlığı, bir də gözümün altı bu nədən gördü? Ay sən bir dəfə yasamal uşaqlarının, Sumqayıt oğlanlarının adını birini çəkəcəksən. Elə Hollywood ulduzlarından basıb bağlayırsan. Paxıllığından ölürsən də, balacayım deyə qısqanırsan, mənim kurğumu qəbul eləmirsən. Sən gözünün altını finqalardan da. Sən vurmusan əvvəm qardaşımı. Dayı, niyə məni vurursan? Bir soruş da, hə? Nə soruşma? Ay soruşasam deyəcəksən ki, Vaqiflə sporum düşmüşdü. Dava eləyəndə ümumiyyətlə Vaqif belə səhv idi. Mən də nəqəl səhvdir deyə Vaqifi vururum. Mən səni vurmalıyam, kimi vurmalıyam? Deyirəm kim vurub ha gözümün altına. Hə, yaxşı da kişi vurar da, vurular da, ad çəkmək lazımdır. Ay, mənə dəxili yoxdur kim vurub, kim vurdurub. Mənə adını deyinəm, beynim çöndür ha. O, de görüm harlanır. Lazım deyil, ay da, lazım deyil. Nə lazımdır ha? Mən sözü dedim, sən qutardı getdim Vaqif. Sən mənə bircə adını deyinəm, mən onu təpiyimin altına. Ay, bir dəqiqə deyəm da, vuran razı, vurulan razı. Mənim kinim yoxdur eşkimə. Mən yenə zapladın ha. Mirvari xala. Ay Mirvari xala. Ay atolla. Arvad elə bir aydı qış yuxusuna gedir. Biraz bərk elə də, bərk elə. Mirvari xala. No. Adam rahat, yumuşak yerde yatanda ne güzel yuxu görürmüş. Nə görürdün ki yuxuda Mirvari nənə? Yəqin rəhmətli yerini görüb də. Ne görmemişəm. Nə görürsən? Yuxuda görürəm ki 30 sot torpağım var. 30? 10 sot, 10 sot. Biri Hərdəkanda, O məndə. biri Qəbələdə, Ha, o da mənim. biri də, Ha, əsas bax odur, odur. biri də Ha? fıskırıq yerdə. Amir var xala, bayaqda yatmışın qabaq fıskırıq dedi, soruşanda harada yuxa apardı səni. Sən mənə imkan verdin ki, mən axıra qədər yatım. Yuxuda görüm ki, o fıskırıq yer hardadır. Lazımdır sənə. Ad bərgədən, ad bərgədən. Fıskırıq yer aradı, başıma dönərəm mən. Can. Can. Ay yatdım özümə gəldim ey bala. Sən demə mən yuxusuzluqdan ölürmüşəm. Sən arada yığış qapılardan, otur evində yat da. Durun gedim, vaxtım yoxdur. Bunlar hara? Amir var xala, mən cezdən də hara aparsan? Aparım yudurdum gətirim. Amir var. Ay dədəm var, bu arvadın əlində mənim evimdə cezim qalmayıb. Zato fıskırıq yerdə torpağım var. Hə, var. Hardan var? Ölmədiyi? Öləcək də. Xanım bacı. Xanım bir dənə buraya qadam. Qoy gəlsin. Ya xox eləyəcəm, insan hüquqları deyəcəm, filan deyim, gözün qorxacam. Tutar, tutmaz üzr istəyəcəm. Bax, onca bilirəm də nə eləyəcəm. Ay xanım, ha. Nətərsən, nə var, nə deyəcəm. Deməli, əsas məsələ keçəm. Mən indi bilmişəm, sən bu ev məsələsində geniş olmağını istəyirsən. Hə, burada nə var ki? Mənim üçün 3 şey... Hə, bir dəqiqə dayan, sənin bu 3 şeyin mənim qardaşım Vaqifi gözüm çıxdıya salıb da, qutardı, evza söhbəti qutardı. Bağlandı bu söhbət, öpürəm özündən müqayidə mamanga salam söylə, Arzu xalaya salam damı çatdı. Başa düşmədim. Nə başa düşmədim? Nə başa düşmədim? Mən Frans üstündə danışıram burada. Mənim gözümün qabağında mənim aləmin böyüyü, ənkam Vaqifi vurub gözünü güvərtmirsən? Güvərtməmişsən, hə? Sizin eviniz geniş olsa qadan qalım. Qıraqda yaşasaz, sən gündüzlər Vaqifi sürüyəcəksən, axşamlar şallaqlayacaqsan. Sənə şir kimi oğlu vermişdik, dərə çəkirdə bırıllayırdı. Onu küçək pişiyinə döndər, tullabsa üstümüzə bizə cırbaq atırır. Belə şey yox da. Bu nə danışıqdır? Yəni, sən indi nə demək istəyirsən, hə? Hadi sağ ol, əsas gəldi o məsələ. Mən şəxsən çox heysiyatıma toxundu. Mənim qardaşım sən belə əzməyin, belə şey eləməyin. Ona görə də Vaqiflə danışacağam. Ki, zorakılığına son qoysun, getsin, beynəlxalq qurumlara müraciət eləsin, haqqını tələb eləsin və görürsün də kim tutular, kim solda qalar, o sonra söhbətdə Vaqif bilər, şey bilər. Birincisi, Vaqif onu heç vaxt eləməz. İkincisi, Vaqifin qardaşı eləyəcək. Bilirəm, Vaqifin gözünü qırmısan, Vaqifdə ürək qırmısan. Amma mən bu məsələni ictimailəşdirəcəm. Xanım bacı, sən əllə yaxlı getdin. Oldu, öpürəm, hamıya salamlamsan. Arif, Arif qardaş. Qardaşa baxın, qardaşımın gözünü
Dağıtmışsan o da ne kardeşim. Tardı ya. Sen bilirsən hemen kimə? Ha, cavab ver. Bilirəm də qaynatamsan Firdun əmi. Qaynatana da onu sözdür. Cavab ver, gözünü nə bərəldirsən? Nə bərəldirsən, ha? Ay bana kəllə Firuddin deyirlər. Xəbərin var sən dünyanın gedişatından, ha? Sənin qadan alım haqq eləyirsən. Sən bunu qılx etdiyinə baxma. Adam kürəkəni gərək qudurtmasın, qardaş. Lap səhər gün mən sevdiyimə dərə getsəm, o sevdiyim combul olsa da, bığlı saqqallı olsa da qudurtmaq olmaz. Cavab ver. Cavab ver. Hə, qardaş. Sən elədi. Sənin sevgi söhbətindən səndən sonra eləyəcəm. Bura bax, sən elədiyin hərəkəti Abisavas... Absnavat. Ha, ondan eləyə biləcəksən. Abisnavat nədir? Nətər nədir? Yəni əsaslandıra bilərsən? Əsaslandıra bilərəm, hə. Mən eləmişəm. Xoşa gəldi. Ay, bu nə danışır, ha? Ha, bu nə danışır? Ha! Ay, xeyri yox, da getdi. Nə oldu, vurdu? Canım var o. Sənin gözünün altı nə tez sağaldı belə? Gözümün altı? Hə. Amma benim gözümün altında işte yok idi ki, grim idi. Belə şaşırma. Beşir! Gəl bura görüm, ha. Vurma da, vurma Ay, yaxşı. sağ ol. Vurma. Bura bax. Bədəysən mən eləmişəm, ha. Mən eləmişəm də, qrimi mən eləmişəm. İnternetdə çox baxılsın deyə. Hala internet nədir? Ha, bu nə danışır, ha? Bu nə danışır, ha? Ha! Ha, gəl bura görüm, ha. Belə dur, ha. Ha, telefon kabeli. Ha, bura bax. Ha, bunun mistrəşlisi yoxdur. Starşı bratı. Starşı brat nədir? Böyük qardaş da, yəni böyün yoxdur. Hə, varımdır. Evdə 2 dənə də özdə. Gətir görüm, mən onu kimay nağam. Yaxşı gedək. Qabağında dur, qaçda tutarsın. Amma deyirəm, yaxşı zanım qutardı, ha. Ha, qadına uzanan əllər sınmalıdır. Vay qadınım. Arzulayıram o əlin bir gün cifistə görə deyək ki, mən də deyim qardaşım mərddir, cəngavərdir. Dayım, qardaşlar, dayım. Çox istəyərdim sizə şad xəbəri verəm, amma alınmadı. Bu qaynatamın vəziyyəti izah edirəm, başa düşmür. Deyir elə, get böyüyün gəlsin. Böyümüz? Ha, bizim böyümüz. Söz gəlişi deyib. Yox, beyni törüm. Birimiz gedin. Beyin səni? Bana bak. Yaşça böyük dedi ya, səviyyəcə böyük. Elə ikisini birdən axtarır. Yox, heç biri mən deyiləm. Hansı sən? Böyük budur, səviyyəc olaraq da sən. Bəs sən kimsən? Heç kim. Sən belə eşim. Heç kim. Ha, sən qadam, amamın heşim, ha bizim heşimimiz. Biz olmasa bir ağsaqqal kimi məsləhət ver, beyni çölüb də gedək görün neyini. Bir məsləhət ver görün neyini mən lazım, kim gəlsin? Yox, indi yox. Ağsaqqal kimi əgər siz məni sayırsınızsa, bir böyük kimi məsləhət bilirsə, dayı kimi mənim sözümü məsxərəyə qoymayacaqsınızsa, mən öz məsləhətimi deyim. Dəlin. Ekdi, bekdi, sayıq. Kimə düşdüsə o da gedir. Ekdi, bekdi, bilmir. Bir yanlışlıq eləmə. Mən gülüm deyə bildi. Mən gülümə gəlmək üçün dedim da. Onda Vaqif, sən də getmə. Sən dəliqanlısan, beyni qanlısan. Qoy mən gedim. O da mənə desin ki, get böyüyün gəlsin, ondan sonra sən get. Ya da sənindən elə sən getdən, niyə oynayırıq ki? Ha? Gözünün altını kim qrim eləyib, ha? Yox, bu dəfə mənlik deyil. Bura bax. Erkək kişisən ayıbdır. Ala get gözünün altını sil. Gəl otur, səninlə söhbətim var. Yox, bu silinmir. Təbii göydə udar dəyib. Nətər yəni udar dəyib, hə? Yusufun böyüyünə dəyən udar, elə bil mənə dəyibdir. Davay tuş qavağıma gedək görək kimdir o. Yox, lazım deyil, lazımdır. Oturuyorum, hə? Otur görüm, hə? Otur demədim mi, hə? Bura bax. Nə də? Sənin mənim hərəkətimə nəsə seminarın var. Nəyin var?
Samyenyan var. Şübhəm var. Əş yox, nə şübhə. Sadəcə olaraq açıb ağartmaq istəmirəm. Nəyə açıb ağartmaq istəmirsən, hə? Elə tanısan ki, elə bil gözünün altını arvad vurub göyərdir. Nəyə gülürsən, ha? Bura bax, söhbəti uzatma, dur getdik. Çox üzr istəyirəm. Kişilərin söhbətinə qarışmaq kimi olmasa, mənim atamın başı çox ağırdır. Gedək, vursun, mən də çəkim qoyum YouTube-a, həm baxış sayı çox olar, həm də ki, baxış sayı da artsın, siz də sonra baxarsınız özünüzə. Olar? Uzadırsınız, nə sözünüz varsa deyin də, gözümün altına buz qoymalıyam. Hə, bandaş. Səndən ayrı söhbətim var. Bura bax, uşaqların toyunu nə vaxt eləyirsən? Hə. Cəfrə, bandaş. Bunu deyin də bayaqdan. Mən o böyük deyiləm. O toy eləməli böyük Arifdir. Onunla şey eləyin, söhbət eləyin. Mən gedim. Ta denən böyüksən, döysən də, hə? Hə, mən deyiləm. Elə küssən deyən gözümün altını göyərdiflər. Bir dənə elə, bir dənə belə, eləyə bilərsənmi belə? Bir dənə elə, bir dənə belə, eləyə bilərsənmi belə? Bir dənə elə, bir dənə belə. Bəx, nə gözəl səsdir. Belə çox yanıqlı səsdir. Möhtəşəm ifa. Verküm. Sözün düzü, əslində əvvəl elə bildim ki, təzə disk almısan. Dedim, gəlim soruşun səndən ki, bu gözəl müğənni kimdir, belə qəşəng səsini. Sən demə, sən idin, sən oxuyurdun. Bir bırak, çıx belimə. Özünü yorma, hanım. Nə olub yenə? Vaqif qardaşın çalvarını ütləyəndə qoşa xət qoymusan, hə? Elektriçka yolu? Yox. Qazuku yenə yandırdı. O da yox. Nə olub? Bacı, Arif qardaş deyib ki, mən polisə verəcək. Nə danışırsan? Nə olar onunla danış da. Mən? Yox, incimə. Özüm sanki Arif çətin adamdır. Mən kişi xeyalağının sözünün qabağında söz deyə bilmərəm. Yox, mən Arifsiz bir addım ata bilmərəm. İncimə bacı, incimə. Sənə and verirəm ötülüyümüzə, nə olar danışdı onunla. Ay xanım, elə yerdən ant versən ki, sənin tutulmağın gəlib deyər gözümün qabağında. Ayıb deyə düş çörək kəsmişik. Nə vaxt? Biz sənə ancaq bir-birimizin sözünü kəsmişik. Mane olmadı, qoy səs tellərin məşqələsini eləyim. Bir dənə elə, bir dənə belə, eləyə bilərsənmi belə? Bir dənə belə, bir dənə elə, eləyə bilərsənmi belə? Bir dənə belə, bir dənə belə, eləyə bilərsənmi belə? Getdi, nə elləyəm? Arif, mənə heç bir dəxli yoxdur. Ya bankın pulunu bu dəqiqə ifraz edirsən bura, ya da ki, gedirsən o Səkinənin qardaşı ilə, kəllə fırtına, mən məsələmi həll edirsən. Məni ilə oyun oynama. Oyun oynamayayım. Ben kimden oyun oynayayım? Ben subay senden ben daimin de toyunda, hoşçurunda oyun oynamayacağım. Sen kimden oynayacağım? Ay oynama şıkıdım. Hop! Oynama şıkıdım. Oynama şıkıdım. Oynama şıkıdım. Ah yanar döner acayip. Oynama şıkıdım. Oynama şıkıdım. Bildiğin el oyuncağı değil maşallah. Abi uşaqlı ya. Ben ne məbrisimi tutub oynadırsan burada? Ha, məsələni həll elə. O məsələ mənim həll eləyəsi məsələ deyil axı. Mənə dəxli yoxdur. Onda bankın kredisi. Bu? Giyinmişəm, kostyumdayım, tamam. Yaş. Beynime bir dini değil ya o yanlıqdı ya bu yanlıq. Sən gəlsən Səkinə çağırırsan, buralarda cükürləşirsən. Mən də Səkinə qardaş Firidunu çağırıram. Deyirəm ki, bax, kəndlər bir-birini sevir. Onun ürəyi yumuşaqdır da, istər-istəməz gələcək, görəcək, razılıq verəcək, xoşbəxt olacaq. Nətər variantdır? Ay, yanda əlim. Sənin planındakı o cükürləşməni mən öz sinimə götürürəm. Xoşum gəldi, sən get Firuzunu. Arif. Evdəki münasibətdən mübahisədən də müzakirə gələn də məlum oldu ki, mənim böyüyüm sənsən. Qayıtam səni çağırır. Nə dedi o? Heç nə başa düşmədim, amma belə başa düşdüm ki, qayntaç məni çağırır. Eşitdim, məni çağırtdırmısan. Eşitdim deyəndə ki, Arif, mən dedim də sənə. Sən nə eşitdim də, niyə məni dolaşığa salırsan? Buyur qardaşım, toy eləməli olan da odur, sözündür. Bura bax, Aha. sən yaqın bilirsən də mən kiməm. Kimdir? Kim? Kəllə Firidun. Məhtəbdə yaxşı oxuyub, yoxsa kəllə qətsaz satsa, başa düşmədim mən.
Uydu! Aha. Ha bu ne sırn adamdır ha? Ne deyim? Yəni qeyri-ciddi, seriozla, yəni ciddi adam deyil. Ha, ciddi söhbətdir. Başa düş. Səhv hamısı halda yazırlar. Kim? Oo, bibim də bir nota bənddir. Üzr istəyirəm, buyur. Nə sualdır? Nə danışırsınız? Ha, onu söhbət asılacaq hala. Bura bax, qısa konkret tez. Uşaqların toyunu nə vaxt edirsiniz? Uşaqların toyunu deyəcək. Uzatmadan qısa konkret Ha, tabii düşürsə ki, qaynta, deməli mənim kitaydan mallarım gəl qardaş. Gəlir milyon çoram, tırım gəlir. Pulu götürürüm, toylarını eləyirəm. Uzun da nə danışırsan, sən? Başa düşsən məni. Karoçe, toyu mən eləyirəm. Həndən sonra mən. Mən eləyirəm. Pulu da mən götürürəm, toydan sonra söhbət bağlanır. Yox, həll olundu. Təbrik edirəm, xoşbəxt olsun, bəli, oldu əlaqəsi. Bir dənə yüngül problem var, üstümdə qoyuyorum. Olmalı deyəm, məndə artıq 500 olmalıdır. Yox, bu deyil. Ay, heç kimdə heç də yoxdur, pambıqda. 500 manat olsaydı, şadlıq sarayı var. Behni verərdim, toy gəlib, pulunu da götürərdim, gedərdim. Əlin dolu. Səndə yoxdur? Papam verər. Papa, sən verərsən də pulu da, hə? Verə bilərsən? Ha, papa da nə yazır versin? Ha, qızıma qurban, saxla görməm. Papa ver. Hala, 1, 2, 3, 4, 5. Yox, dərsən tərəfi. Dollardan da versən, yaxşı. Bir dənə bacımsan, bir dənə çıx, bir dənə şəxs söhbət. Mən? Bəli. Niyə ki? Dəliqanlı söhbət olacaq burada. Çıx görüm. Çoxlar kişilər söhbət. Deməli, eşitsən. Eşidirik, kar deyil, tez elə də, vaxtım yoxdur mənim. Vaxtı yoxdur. Dayan da. Yaxşı. Səkinə xanım bacımız da, mənim bacım sayılır. Hə, Çöldə mənim bacım bir dənə panyatma adamla söhbət edir, tanımıram kimdir. Xoşa gəlməz gəldi mənə, dedim, indi nə bilim. Elə sakıl şeytan. Ay, hara, sən şeytan vaxtı, deyirəm söhbət edir, çıxan söhbət eləyək daha. Nə danışır ha bu? Əzizim. Danışdırma məni. Əzizim. İstəyirsən sənə görə texnikuma daxil olum. Lazımdır. Ay, Vaqif əsəbləşirəm. Nə qışqırsan üstümə? Yəsiz görmüsən məni. Kaş anam yanımda olaydı, başımı qoyaydım dizinin üstünə ağlayardı. Yaxşı. Gəl, başımı mənim də dizimin üstünə qoya bilərsən. Lap istəyirsən ağla da. Sən axı bilirsən, mən səni çox sevirəm. Görmürsən sevgimi? Bir gözlə nətər görün. Ay, görünürəm ha mən. Nə qarırlar ha bunlar? Görmürsən, mən qaqaş bozluqla divijeniyadadır. Fijeniya nədir? Hə, divijeniyadan hərəkətdədir, dana çıxqülləşirlər. Lənət sana kar şeytan. Ha, hara gedirsən, şeytan vaxtıdır, söhbətin elə. Çağır söhbətin elə. Oya! Oya, şurəsən. Tut ha onu. Yaxşı. Bəxtə var qaynatasan ha. Belə kürəkənin var. Kürəkən deyil. Of sabakasıdır. Buradan tuttum. Sof sabakası it deyil, o iti məni deyil. Söhbətinizi eləyin da. Çaldın eləmi? Mən bulan Lənət sağ kar şeytan. Ay, şeytan deyə var ha. Gəlsə şeytan buradan söhbətini elə dana. Atır bu da. Elə dur. Kimsən ha sən? tanışdım benim mən bunların dayısı. Sin gələcək qohumumuz. Nə danışır ha bu? Ələddin. Nə Ələddin ha? Aşıq Ələddin. Oyda, bana hə. Siz Onunla yadında saxla. Məndə kəllə fırıtdı. Tut xırıstalını gəldi. Mən səni vurmaq istəmirdim axı. Tərs-tərs baxdım, sən də
sürüşdüm, dəydən kravata. Mən neyniyim axı? Sənə deməmişəm mənə tərs-tərs baxma. Bilirsən ki, həssasam. Mən sana bağışlamayacağam. Həssassan? Bəs desəm ki, 3-cü uşağımız olsun. Bağışlayarsan? Bağışladım. Fil qulağında yatmağa hazırlaşırsınız. Əlbəttə məni aşağıda çiğnəyirlər. Neynədin ha sürüsün dayı? Neynədin baş? 50 dəfə dedim lənət şeytana denin söhbəti bağla. Ölübdüm. Ay qardaş sən neynədin? Bu nəslin ağsaqqalı deyə toy danışırdıq, toy. Firdun ki, sən 50 ayaqlı getdin. Sən nə varırsan? Sən mən böyüyümü ənkəm hara vurursan? Hadi nə ola yaxşı vurduq da yaxşı. Vurduq ne de bu tanımır ha kim ben dayım de seni 50 ayaqlı saldıracaq səni şərəfsizin geçəsidir bu. Yox, şərəfsiz deyəndə qohumuq da indi. Belə də olur, qohumların içində şərəfsiz də olur, beləsi də olur, beləsi də olur. Beləsi olur. Toy olacaq, toy. Ha nə toy sən o toyu görməyəcəksən. Bu ayılsa sən getdin içəri. Nədən sən? Ha bana, nədir? Yox, sən deyən kimdə deyil axı məncə. Ay Səkinə bacı, qadan alın. Bu dayım uşaqlıqda üzünü bucuk eləyəndən hamısını böyüyəndən sonra tutturdu. Yeməyinə milçək qonmuş deyə restoran bağlatdıranda belə bir nataraz adam deyir. Sən nədir? Bu getdi əlləxli, sən getdi. Sən onda hamı ilə vidalaş getdi. Sən nə danışsan? Mən bilən elə Ya deyil. Moskvaya qaç, qal burada tutsunlar aparsınlar sən. Ay sənə bu kəlləmlə mənə prikrüçen yolu ömrü boyu. Ha bu məni şturvala saldı ya. Ay şturval yox, şuqayni. Ay zahiri döl yaşa. Görüşürüz sen geliyorsun. Ay qardaş, sən mən... Yazıq dayım, ay saçdan heç olmasa buna bir suyunu nəfəs verib ayıldardın mı? Mən verirəm su dərs, mən öyrənmişəm. Yox, dayım da mənim. Elə qəşəng tırıldayırsan adam. Bir daha bir abi. Super. Gözümüzdə növbədə ola bilərsən. Gözüm üstündə daha növbədə sən ola bilərsən. Mostu qaçı ver, udar nətər qoysa mostu qaçı gədə. Sən nə fəqr elədin, mənim Vaqif kimi böyüyüm var, ənkəm var. Ay, nağıl danışmayın. Ev məsələsini əlli. Vaqif! Vay! Lobuna qoy be, lobuna. Dayı kimi, böyük kimi, yəni mənim fikrimi məsxərəyə qoymayacaqsın. Sen gör ne de. Otu demedim mi? Uşaqların toyuna vaxt olacaq. Hə. Əstədir. Böyük qardaş nə olsadır? Sənə and verirəm eltiliyimizə, nə olar? Ayda bacı elə bir yerdə ant versən ki, sən uzun. Qayatam sən çağır. Nə dedi bu? Evdəki mübahisədən, müzakirədən də məsələ ki, tez gedin. Eşitdim, məni çağırtdırmısan. Eşitdim deyəndə ki, Arif mən dedim də. Səndən eşitdim, niyə mən dolaşırsan? Oy, ne edirsin? Oy, fil qulağını yatmağa hazırlaşırsınız. Əl atın. Papağın aldığı yumurtadan pendirdən yedə qızım. Baxın bir gözlərinə.
Bakın da hayır, hayır. Hayır, bakın. Əmi, Bak. Canan, idmancı olmazsa güləşmək. Dur güləşək. Qaldır bunu çırpacaq. Öp aşağı. Sleepy uşaq bezləri Olivia zeytun yağının harika içkisinin baş sponsorluğu Patron tumlarının xüsusi sponsorluğu ilə Eltilər serialı başa çatdı. Bu Sleepy'dir. Dünyada ilke imza atmış təbiətin dostu Sleepy. Təbii tərkibi və yumşaq səthi ilə seçilən, körpələri həssaslıqla saran Sleepy. Saf su toxunuşlu, bambuq sayəsində rahat əmicilik və organik pambıq liflərindən hazırlandığı üçün maksimum quruluq. Sleepy, bir ana qayğısı. Həyatımda seçimləri bir dəfə edirəm. Xoşbəxt qalmağım üçün hər bir seçimim faydalı, təbii və əlbəttə ki, sağlam olmalıdır. Özümə olan inamım, ailəmə göstərdiyim sevginin, qayğının, karyeramda uğurlu yüksəlişin sirri təbiətdən gəlir. Bu sirri sevdiyim insanlarla bölüşdükcə, onların da həyatına işıq saçıram. Həmin anlarda özümü daha uğurlu və əvəz olunmaz hiss edirəm. Həyatın hər anından zövq almaq üçün sağlam həyata başla. Olivia. Harika, isabet vurdun harika. Sana aşık oldum galiba. Deva her derde bulurum sende. Kalbim bir sırrı var. Kopuyor heyecanlar. Harika bir aşk başlar. Bu çok tatlı duygular. Aşk kokuyorsun sen. Doyamıyorum sana. Bulamam bahane. Seviyor kalp bana ne?